Ağ Evin mətbuat katibi Caroline Leavitt Amerikalı iş adamı Elon Musk'ın Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump'ın adının maliyyəçi Jeffrey Epstein'in işinə dair sənədlərdə yer alması ilə bağlı açıqlamasını təəssüfə layiq adlandırıb. O, CNN telekanalının efirində yaranmış vəziyyəti şərh eləyib. Bu, dövlət xərclərinin azaldılması haqqında qanun layihəsindən narazı olan Musk üçün təəssüfləndirici epizoddur. Çünki bu qanun onun maraqlandığı müddəaları ehtiva eləmir deyə Leavitt əlavə edib. İyunun 5-də sahibkarla Donald Trump arasında açıq mübahisə yaranıb. Buna səbəb Musk'ın Amerika Birləşmiş Ştatlarının hökumətinin səmərəlilik departamentinin rəhbəri vəzifəsindən istifa verməsi olub. İş adamı bu vəzifədən istifa verdikdən sonra dövlət başçısının vergilərlə bağlı qərarını tənqid edib. O, vergi güzəştlərini nəzərdə tutan qanun layihəsinin federal büdcə kəsirinin artmasına səbəb olacağını əminliyini ifadə edib. Buna cavab olaraq Amerika lideri büdcə vasitələrinə qənaət eləmək üçün Elon Musk'ın layihələrinin həyata keçirilməsi üçün subsidiyaları və müqavilələri dayandırmağı təklif edib. Daha sonra Musk bildirib ki, güya Ağ Evin indiki sahibinin adı azyaşlıları fahişəliyə cəlb etməkdə ittiham olunan Jeffrey Epstein'in işi üzrə sənədlərdə yer alır. Üstəlik, iş adamı Donald Trump'ın impichmentinin tərəfdarı olduğunu da bildirib və onun yerinə vitse-prezident James David Vance'ın gətirilməsinə çağırıb.